gözümə girik. Gəlin sən ki, gəlin. Sənə neynəmişəm? Yeri udar eləmişəm. Toyunda oynamadım, bir qızılında kəm qoydum, bazarlığında kəm qoydum. Hələ oynayanda 500-də başından səpdim. Mənlə niyə düz deməysən sən? Sənə nə gəlmişəm mən? Tək 50 minti mən şabaş veribsən, onun da filmi var. İnanmısan qoyun baxçına. Siz baldızlar, biz gəlinlərlə niyə düz gəlmisiniz? Oo, Allah amandır. Baldız gəlindən düz demək, ya gəlin baldıza çox uzadır. Aramızda qan düşüb. Yox. Bir çəhləşmişik. Bəyəxtı bu cəng haçanacan aramızda olacaq. Kıza sən də düz deysən ha? Niyə biz bir-birimizdən 24 saatı boğuşuyoruz? Hə, bax güldün. Gəlin baldız bir-birimizdən cancı yarılaq. Şo qəribə də gülməklə yaraşır. Yox, rast gəlməz. Niyə? Niyə rast gəlmir? Tüm tarix boyu gəlin baldız bir-birindən qanlı bıçaq olub. Mən bu rəsmi pozub tarixdən şuuruzum olan mənəm. Bu sənin bu tarixi udalığa qalsın, rəsmi udalığa qalsın. Bu çay gətir, naharını qoy. Özün biləysən ha, qardaşım gəlsə həm qan sallam, həm çetikləri dolaram əlimə, həm də günü əskiyə tutaram. Da görüm. Sənin əlindən gələr. Ağay kargərdan, təh 5 gün bununla mənim yerimi dəyişə, mən bunun tarısını tanıtdırım.